Şeyh, selamun aleyküm ve rahmetullahi ve berekatuhu. Sualım olacak Allah'ın izniyle size. Tövbe edenden sonra namaz kılmak şart mı? Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrafil enbiya ve seyyidil mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Aleyküm selam ve rahmetullahi ve berekatuhu. Əziz qardaş, tövbə edərkən namaz qılmaq şərt deyil. Lakin tövbə namazı qılmaq müstəhəbdir. Yəni bu cür adlandırmağın özü də bəzən xətaya səbəb olur. Ad qoymaq, yəni niyyətində tutursan ki, mən tövbə etmək üçün 2 rükət nafilə namaz qılacağam. Yəni müstəhəbdir nədir? Savablı və tövsiyə edilən bir əməldir. Çünki Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, bir bəndə günah işlətdikdən sonra dəstəmaz alıb 2 rükət namaz qılsa və Allahdan bağışlanma diləsə, Allah onun günahını bağışlayar. Hədisi Tirmizi və Əbu Davud rivayət etmişdir. Lakin, əziz müsəlmanlar, unutmayaq ki, tövbənin 3 böyük və əsas şərti var. Birincisi, günahı tərk etmək, ikincisi, peşman olmaq, üçüncüsü, bir daha etməməyə qərar vermək. Lakin namaz qılmaq, əziz müsəlmanlar, yəni tövbə etmək üçün namaz qılmağın bu şərtlərə daxil deyil. Sadəcə tövbəni bəzəyən, onu təsdiqləyən, gücləndirən ibadətlərdəndir. Ha belə, heyizli qadına gəlincə, axı o namaz qıla bilməz. Lakin tövbə edə, dua edə, istiğfar edə və Allahdan bağışlanma diləyə bilər. Alimlərdən bir qismi buyurub ki, qadının heyz halı bitdikdən sonra isə təmizlənib istəsə, 2 rükət tövbə etməsi üçün nafilə namaz qıla bilər. O nəticəyə gəldik ki, tövbə etmək üçün namaz qılmaq şərt deyil. Qəlbdən səmimi tövbə etmək, tövbətun nəsihə deyə Allah Subhanahu. Səmimi qəlbdən tövbə etmək kifayətdir. 3 şərti oldu. Birincisi, günahı tərk etməyimiz, ikincisi, peşman olmağımız, üçüncüsü, bir daha etməməyə qərar verməyimiz. Subhanakallahumma Rabbena və bihamdik, əşhədu an la ilahe illa ent, əstəğfiruke və ətubu ileyk.